Assalamu alaikum qadarli arkadaşlar. Farabi 4 dersimize hoş geldiniz. Bugün hazırlık zaman Uygur Dili dersimizin 14. dersini ötümüz. 14. dersimiz sözlerinin taviş cihetin türkümlenişi. Ötken saatlik derslerimizde sözlerinin ma'na cihetin türkümlenişini ötken tok. Bugünkü dersimiz bolsa sözlerinin taviş cihetin türkümlenişini görüp çıkımız. Dersimizi başlaştığım burun ötken saatinin ahırda sorap ötken iki sualımızga cevap verip ötümüz. Suallarımız tövendikçe. Birinci, karşı mənlik sözler degen nima? Bunun cevabı olsa karşı mənlik sözler degenimizde məna cihetten bir-biriga zıt bolgan sözler karşı mənlik sözler dep atıldı. Karşı mənlik sözler asasen belge, hususiyet ve haletlerini bildirdiğin sözlerden terkip tapkan boludu. İkinci sualımız karşı mənlik sözler kurulmasına oxşamaslık asasen qaysı türlerge ayrıldı? Bunun cevabı karşı mənlik sözlerini kurulmasına oxşamaslık asasen tüp sözlük karşı mənlik sözler ve yasalma sözlük karşı mənlik sözler degende iki türge ayrışık buludu. Əmdi dersimiz gelsek, bugünkü dersimizde sözlerden tavuş cihetin türkümlenişinin birinci bölümünü görüp çıkmamız yendik. Bundaqda sözler tavuş cihetten qaysı türkümlerge ayrıldı degenge avval cevap verip öteyli. Sözler tavuş cihetten ahangday sözler ve şekilday sözler dep ikkiga ayrıldı. Bundaqda ahangday sözler degen nima degende telaffuzi ve yezilişi bütünley oxuşudigan, amma ifadaleydigan ma'nolar arasında özara bağlanış bolmagan iki yoki ikkidan ortiq söz ahangday söz dep atıldı. Mesela at degan sözün tuvandagi üç xil şeklini görüp ötsek, birinci şekli odam ve narsalarga qo'yilgan at, yani at qo'ymoq. İkinci şekli bolsa uy hayvani, yani atqa minmek. Üçüncü şekli bolsa fe'l şekli kelgan. U bolsa yani taşla, suğa taş at. Endi yeni bir misal görüp ötsek, hərə degan sözün iki şeklini görüp çıkmaz. Hərə bir xil haşaret, yani hərçək balmaq, həsəl hərtiki hərə. İkincisi bolsa bir xil kesiş əsbabı, yani yağaçni hərə bilen kesiş. Bu hərə degan sözün iki şekli hesaplandı. Yani bulağa asasen şunu görüp çıkalayımız. Sözlerinin telaffuzi ve yazılışı bütünley oxşudu, ama ifadələydiğin mənaları arasında özara heç qandaq bağlanış bulmayan iki söz yoki ikkidən artıq söz ahangday sözler deyildi. Ahangday sözler çeklik til tavırları arqılıq çeksiz şeylerini ifadələşdə mühim rol oynaydı. Ahangday sözler şiirlerde intayin köp uçraydı. Ahangday sözlerden eniqlimisini görüp çıktık. Ondaqda ahangday sözlerden ölçümü qandaq degende endi görüp çıksaq, hazırkı zaman Uygur tilida ahangday hadisi tilning her qaysı qatlamlarında görüldü. Sözlerinin çigrası tövəndik ölçemlerge asasen bekitildi. Yani ahangday sözlerinin çigrası tövəndik ölçemlerge asasen bekitildi. Birinci, sözlerinin kurulmasını gözetkende iki yoki ondan artıq tüp söz, yasalma söz yoki tüp söz bilen yasalma sözünün fonetiklik şekli oxşaş bolsa, ular ahangday sözleri hesaplanıdı. Çünkü ahangday sözler degende sözlerinin grammatiklik şekilleri emas, belki leksiklik şekilleri qartıldı. Bu deganimiz sözlerinin grammatiklik şekilleri deganimiz sözlerinin türlengenden keyinki şekillerini gösteriyor. Leksiklik şekli bolsa sözlerinin tüp söz şekli yoki yasalgandan keyinki şeklini gösteriyor. Mesela tınıq degan söz tüp söz şeklinde nefes degan ma'noni bildirgan bo'lsa, yasalma so'z shaklida tarkibidagi latqalar tinib tuzilgan degan ma'noni bildirdi. Qashla degan fe'l tüp so'z shaklida tatila, ya'ni qashlamoq degan ma'noni bildirgan bo'lsa, yasalma so'z shaklida qirla, ya'ni qashla, etizlarning atrofini qirla degan ma'nolarni bildirdi. Yüz degan söz tüp söz şeklinde insan yüzünü bildirgen bolsa, yeni bir xil tüp söz şeklinde bolsa, sanını bildirdi. Ama tövəndiki misalla ahangday sözler kirmeydi. Bunu görüp ötsek, kaymak, yani süt yüzüde hasıl bolğan maylı qavat tüp söz ve kaymak fe'lning ismda şekli bilen kelgen kaymak, yani qiyip oynaşdiki kaymak ikisi ahangday söz bulanmaydı. Bundan başka yeni bir misal alsak, toşqan degan söz tüp söz ma'nosida bir xil hayvonni bildirgan bo'lsa, fe'lning sifatda şekli, yani toşqan şeklinde kelgan vaqtida ikkisi ahangday söz bulanmaydı.
Əmdi ədəbi til nöqtədən gözətkəndə fəqət ədəbi tilğılıq xas sözlərinin fonetiklik şəkli özara oxşaş bolsa, ular ahangday söz hesablandı. Çünki ədəbi til bir tilnin qeyləplaşdırılğan şəkli olub, o dialekt və şevi elementlərdən xali hesablanıdı. Həm dialekt və şevlərik sözlərinin ədəbi tildə çoxun bir mənası buludu. Yəni bu deyinimiz ədəbi tildə kullanılan bir söz bilən dialekt yoki şevlərdən kullanıldığan məlum bir söz özara ahanday söz bulanmaydı. Buna misal alsaq, pərman deyən sözü misal alsaq, pərman deyən söz ədəbi tildə yarlıq və əmir deyən mənası bildirən bolsa, amma bunu şiirlərdə pərman, yəni uçuduğan kiçik həşarət pərvanəni pərman deyən bolsa, bu ikisi özara ahanday söz bulanmaydı. Bundan başqa boy deyən sözü misal alsaq, ədəbi tildə bədən, yəni tək, turuq deyən məni bildirən bolsa, bu qumul şivisdə boy deyən söz boytaq və tul deyən mənini bildirdi. Bu ikisi özara ahanday söz bulub kelənməydi. Yeni bir misal alsaq, çücə deyən söz ədəbi dildə toxunun balısı deyən mənini bildirən bolsa, niyə şivis çücə deyən söz ədəbi dildə toxunun balısı deyən mənini bildirən söz bolsa, əmdi cücə deyən sözü misal alsaq, cücə deyən söz ədəbi tildə toxunun balısı deyən mənini bildirən bolsa, bu xotənin neyi şivisi bolsa, arpida etildiğən bir xil tamaqni bildirdi. Amma bu ikisi özara ahanday söz bulub kelənməydi. Çünki arpida etildiğən bir xil tamaqның ədəbi tildə başqa xil bir ismi buludu. Əmdi sözlərini dəvr nöqtəsini gözətkəndə, hazırki zaman Uyğur dili xas sözlərinin fonetiklik şəkli oxşaş bolsa, ular ahangday söz hesablanıdı. Lakin fərqli tarixi dövrlərdə işlətilən sözlər ahangday sözlərə kirməydi. Məsələn, adaq deyən sözü misal alsaq, adaq deyən söz hazırki zaman Uyğur dilində axırı, yəni adaq qıça deyən məni bildirən bolsa, qədimki Uyğur dilində aral deyən məni deyən, amma bu yerdəki adaq dəvr nöqtəsini aytqanda ikisi özara ahangday söz olub kelənməydi. Əndi buyruq deyən sözünü görsək, buyruq deyən söz hazırki zaman Uyğur dilində emir, pərman deyən mənini bildirən bolsa, bu qədimki Uyğur dil dövrdə vəzir deyən mənini bildirətdi. Ondaqda bu ikisi ahangday söz bola alamdı deyəndə, bunu oxşaşla ahangday söz bolamaydı. Çünki bu iki sözünü dəvr nöqtəsini gözətkən vaxtda özara fərqli dövrlərdə işlətildiyi üçün bu ikisi özara ahangday söz bolamaydı. Əmdi dördüncüsü gəlsək, söz mənlərinin işki bağlanış nöqtəsini gözətkəndə, işki bağlanışqa əzəldən egi olmağan yoki burun egi bolsunmu, hazır bu xil işki bağlanış üzülgən sözlərinin fonetiklik şəkli oxşaş bolsa, ular ahangday söz hesablanıdı. Məsələn, pəş deyən söz, tiniş bəlgisi, çapan qatarlıqlarının etek qismi, müşkünü qoqlaş işlətilən imlıq söz deyən oxşamağan mənlərini bildirdi və bu mənlərdə işlətilən pəş oxşaşla ahangday söz hesablanıdı. Bundan başqa art deyən fiilni misal alsaq, köpək deyən mənadakı art bilən yükni yerləşdiriş, yəni yükni atqa yoki eşəkə art mənasındakı bu yerdəki art fiili özara ahangday söz hesablanıdı. Bundan başqa yaz deyən sözü misal alsaq, yaz günüdəki yaz bolğan isim bilən xət yaz ki, yaz fiili özara ahangday söz hesablanıdı. Beşinci, til təvəlik nöqtəsini gözətkəndə kirmi sözlər bilən əsli Uyğurca bolğan bəzi sözlər ahangday sözlər hesablanıdı. Məsələn, bağ deyən sözünü misal alsaq, Parisçadan kirgən, yəni bağça mənasındakı bağ bilən Uyğurca'da işlətilən bağ, yəni bir bağlam, iki bağlam mənasındakı bağ özara ahangday sözlər hesablanıdı. Bundan başqa may deyən sözü misal alsaq, 5-ci ayını bildirdiğən may sözü, yəni Rusçadan kirgən may sözü bilən Uyğurca'da işlətilən yağ mənasındakı may özara ahangday söz hesablanıdı. Bundan başqa çek mənasındakı Rusçadan kirgən bankinin pul eliş, pul beriş mülazimətində işlətilən hüccət bilən Parisçadan kirgən saylam yoki lotereya bileti və Uyğurca'da işlətilən axırqı nöqta, çigra, tamak çəkdiki çek fiili və işik çəkdiki çek fiili özara ahangday sözlər hesablanıdı. Əmdi altıncı sınıfa gəlsək, tələffüz və yazılış nöqtəsini gözətkəndə
Telaffuzu bilen yeziliş oxşaş, lekin ma'nilari o'rtasida ishki bağlanış bolmagan sözler ahangday sözler hesaplanıdı. Eğer fakat yezilişle oxşaş ama telaffuzu oxşamaydigan ve ma'nilari o'rtasida ishki bağlanış bolmagan sözler ahangday sözler emas, belki şekilday sözler hesaplanıdı. Mesela şu misallarını görüp baksak, aca yol bilen bir tuqqan acadaki aca ve aca özara ahangday söz emas, belki şekilday sözdür. Bundan başka bolaq manta bilen bir bolaq doğradaki bolaq özara şekilday söz. Bular ahangday söz hesaplanmaydı. Ahangday sözlərinin ölçümünü görüp çıxdıq. Ondaqda ahangday sözlərinin türlərini görüp çıxsaq, ahangday sözlərini söz türkümüge qarab tar mənlik ahangday sözlər və kəng mənlik ahangday sözlər deyə iki türkü bölüşüb buludu. Tar mənlik ahangday sözlər deyilmizdə birla söz türkümüge təvə bolğan ahangday sözlər tar mənlik ahangday sözlər deyildi. Məsələn, tamaq degan sözü misalga alsaq, isim söz türkümüge təvə bolğan tamaq Eğiz boşluğunun üstünkü çiştin tartib boğuzğuc bolğan qismi, yəni qattiq tanlay mənasını bildirgen tamaq degan söz bilen gıza, tam, yemeklik mənası ki, isim söz türkümüge təvə tamaq degan söz tar mənadagi ahangday sözlərə təvə boldu. Çünki bu ikisi oxşaşlar isim söz türkümüge təvə. Bundan başqa yeni bir misal alsaq, köpəymək, aşmaq mənası ki, art degan fe'l bilen yüklemek mənası ki, art degan fe'l oxşaşlar fe'l söz türkümüge təvə bolğanlyğı üçün bularmı oxşaşlar tar mənlik ahangday sözlərə kirdi. Əmdi kəng mənlik ahangday sözlərini görüp bilsək, bir qancha söz türkümüge təvə bolğan ahangday sözlər kəng mənlik ahangday sözlər deyildi. Məsələn, taң degan sözü misalga alsaq, isim söz türkümüde gün çıxışının aldıdaki payt səhər degan ma'noni bildirgen bolsa, yükleme bolğanda bilmezlik ma'nosini bildirdi. Taң degan söz fe'l söz türkümüge təvə bolğanda bolsa, orap, yögep, çigmek, bağlamak ma'nosi keladi. Taң degan söz reviş söz türkümüge təvə bolğanda heyran bolmak, yani heyran degan ma'noni bildirdi. Taң degan söz təxlit söz türkümüge təvə bolğanda bolsa, qattiq cisimlarning o'rilishidan chiqqan bir ovozni ko'rsatdi. Bu yerda ko'rib o'tganimizdek, taң degan so'z ism, yuklama, fe'l, revish, taxlit so'z qatorliq har xil so'z turkumiga tava va bular yig'inchoqlanib keng ma'nodagi ahangday so'z hisoblanadi. Ahangday sözlərinin söz türkümüge asasen ayrılışını görüp çıktık. Əmdi ahangday sözler kurulması qarab, tüp sözlük ahangday sözler, yasalma sözlük ahangday sözler ve tüp sözlük yasalma ahangday sözler de üç türkü bölünüdü. Undaqda tüp sözlük ahangday sözler degen nima deganimizdə birla müstəqil morfemidin tüzülgən ikki yoki ikkidən artıq ahangday sözlərini göstərdi. Məsələn, madda degan so'zni alsaq, bo'lak va tarmoq ma'nosiga kelgan madda degan tüp so'z bilan jismlarni tashkil qilguvchi narsa ma'nosidagi madda o'zaro ahangday so'z va ikkisi o'xshashlar tüp so'zlik ahangday so'zi kirdi. Endi yasalma so'zlik ahangday so'zlarni ko'rib o'tsak, umuman ahangdash mustaqil morfemlarga muayyan bir so'z yasag'uvchi qo'shimchaning ulanishini hosil bo'lgan ahangday so'zlarni ko'rsatdi. Masalan, topçu degan so'zni misol alsak, topçu degan so'z top degan ism bilan chi qo'shimchasini qo'shish bilan yasalgan yasalma so'z va bu ikki xil ma'noda kelib, davomli top o'ynashga berilgan yoki o'ynaydigan kishi degan ma'no bilan zemberek atquchi degan yana bir o'xshamaydigan ma'no bildirgan va bu ikki so'z o'xshashlar ahangday so'zi hisoblanadi. Endi tüp sözlük yasalma ahangday sözlerini görüp ötsək, ma'lum bir müstaqil morfemga söz yasag'uvchi qo'shimchaning ulanishi bilan bu söz başka bir tüp sözge ahangdaş bulup gelse, bu xil ahangday sözler tüp sözlük yasalma ahangday sözler deyildi. Mesela yerge qartib at degan ma'nodagi tashla fe'li bilan muqovla degan ma'nodagi tash degan ismga la söz yasag'uvchi qo'shimchasining qo'shilishi bilan yasalgan tashla degan fe'l bilan bu yerdagi yerge qartib at degan ma'nodagi tashlar o'zaro ahangday sözler hesaplanadi. Bundan başqa tatıla ma'nosidagi qaşla fe'li bilan qirla ma'nosidagi qash degan ismga la so'z yasag'uvchi qo'shimchaning qo'shilishi bilan yasalgan qaşla fe'li o'zaro tüp sözlük yasalma ahangday so'z hisoblanadi. Ahangday sözlərinin ölçümünü və ahangday sözlərinin türlərini görüb çıxdıq. Endi ahangday sözlərinin barlıq keliş yollarını görüb çıxdıq.
Ahanda sözler qandaq şəkildə degəndə, ahanda sözlər birinci təsadüfi ahandaş olub qilish hadisədən bir qism ahanda sözlər payda buludu. Məsələn, peş degan sözü misalga alsaq, peş degan söz tiniş belgisini, çapan qatarlıqlarının idik qismini, müşkünü qoqlaş işlətadigan imliq sözni, peş qılmaq, düm ətrafıdakı mayarlaş güc qatarlıq bu mənələrni bildirdi və muşlarning hammasi o'xshashla ahanda sözlər hesablandı. İkinci köp mənlik sözlərinin bölünüş nəticəsi şəkilləndir. Məsələn, kök degan sözü misalga alsaq, osmon, rəngning bir türü, yoğun atlab tikilgan tikiş, yangi chiqqan o't jup yoki bida, esil, ejdod ma'nosidagi kökning hammasi ahanda sözlər hesablanadi. Buningdan boshqa ay degan so'zni misolga olsak, yer sharini aylanadigan sayyora, ya'ni ay bilan yilning 12 biri bo'lgan bir ay, ikki oyni bildiradigan ay o'xshashla ahanda sözlər hesablanadi. Üçüncü, ahangday sözler, sözlerde tarihi fonetiklik özgürüş yüz beriş neticesinde barlıq kelidi. Mesela, eğit degan fe'lni misolga alsak, sözler gap qil ma'nosidagi eğit qadimgi Uyg'ur tilida ayt shaklida qo'llanadi va bu ayt degan fe'l fonetiklik o'zgarish yuz berish natijasida e't shakliga kelgan va buningdan boshqa pokizla, tozla ma'nosidagi e't bo'lsa, qadimgi Uyg'ur tilida art shaklida qo'llanadi va bu o'xshashla tarixiy fonetiklik o'zgarish yuz berish natijasida et shakli kelgan va bu ikkisi o'xshashla ahanday so'zi hisoblanadi. Buningdan boshqa o't so'zi, ya'ni yong'in, otish ma'nosidagi o't qadimgi Uyg'ur tilida ört shaklida qo'llanadi va bu tarixiy fonetiklik o'zgarish yuz berish natijasida o't shakli kelgan va bu o't degan so'z bilan giyoh, cho'p ma'nosidagi o't o'xshashla ahanday so'zi hisoblanadi. To'rtinchi, yangi so'zlarning yasalish natijasida bir qism ahangdash so'zlar barliq keladi. Masalan, otliq, e'tibor, otga mingan, ot qo'shilgan degan ma'nodagi otliq bilan ismlik, nomliq ma'nosidagi otliq ahangdash so'z hisoblanadi. Tilla degan so'zni misolga olsak, oltin tanga ma'nosidagi tilla bilan til degan ismga la so'z yasag'uchi qo'shimchasining qo'shilishi bilan shakllangan tilla fe'li, ya'ni qo'pol, satkap so'zlar bilan haqoratlamak ma'nosidagi tilla bilan oltin tanga ma'nosidagi tilla o'xshashla ahangdash so'z hisoblanadi va bular o'xshashla yangi so'zlarning yasalish natijasida barliq kelgan ahangdash so'zlarga kirdi. Beşinci, ahangdash so'zlar boshqa tillardan so'z qabul qilish natijasida barliq keladi. Masalan, pay degan so'zni misolga olsak, farschadan kirgan qush tenini qoplab turadigan tuk ma'nosidagi pay bilan o'xshashla farschadan kirgan singir ma'nosidagi pay ahangdash so'zlar hisoblanadi. Buningdan boshqa chek degan so'zni olsak, ruschadan kirgan bankning pul elish, pul mulozimati ishlatilgan hujjat ma'nosidagi chek bilan farschadan kirgan bilet ma'nosidagi chek o'xshashla ahangdash so'zlar hisoblanadi. Yeni bugünkü dersimizin ahırı keldik. Dersimizin ahırda bu dersimizga munosabatli bo'lgan tuvandagi ikki qisqa savolni sizlarga so'rab o'tamiz. Birinchi, ahangdash so'zlar degan nima? Ikkinchi, ahangdash so'zlar so'z turkumiga asosan qaysi turlarga ayrıladi? Bu savollarimizning javobini YouTube videomizning ostidagi baho qismiga yoki Instagram hisobimizning DM qismiga yozib olsanglar bo'ladi. Undaqda keyingi soatlik darsimizda ko'rishaylik. Ko'rishguncha omon bo'linglar. Xayr xo'sh.